Nurlan bizim evə gələ, şagirdim ola, çay içməyə. Bu hansı dərəcədə düz olar ana Nurlan? Mənim üçün ən çox xoş oldu ki, siz elə bizim qapıya gəldiniz, siz məni yada saldınız. Həmişə Allahın yadında olun, mən də kimdir, nəsidir. Qurban olduğum Allah bütün xoş günləri, xoş ömrü, həmişə ömrünüzdə yazsın. Allah da çoxdur. Həmişə nə olsa Allahdan üstün. Çünki Allahın verdiyi minnətsizdir. Allahın verdiyi çoxdur. O olan həm bərəkətli olur, Allahın verdiyi. Həm hər tərəfli olur, həm də üzün ağ olur. Ki, kimdənsə minnətli deyilsən. Ona görə də Allah sizin işinizi avad eləsin, ruzunuzu bol eləsin, canınızı sağlam eləsin, cibinizi dolu eləsin, ailə yanında həmişiniz ağ olsun. Buradan sizi izləyən şagirdlərinizə nə demək istəyirsiniz? Çoxdan dolar sizi görmürlər. Bakıda, xaricdə yaşayan şagirdlərimiz çoxdan yazırlar, paylaşanlar. İlkin bəydə onu qeydə alır. İlkin bəydə qeydə alır. Onlar nə demək istəyirsiniz? Şagirdlərinizə buradan... O şagirdlərimə bax, mən müəlliməsinin canı qurban. Mən müəlliməsinin həyatı qurban. O şagirdlərim ki, hansı ki məni yada salırlar. Novruz bayramı ərəfəsində mənim üstümün başında buradan ora qədər yer olmur, mən fəxr eləyirəm. Ona görə ki, həyatda qazancım odur. Həyatda mənim istəyim odur. Mən bir də əgər ixtisas seçməli olsaydım, bir də müəllimliyi seçərdim. Çünki mənim ən həssas yerim uşaqdır, ən sevimli yerim uşaqdır, ən istəkli yerim uşaqla işləməkdir. Çox sağ olun, müəllimə. Təşəkkür ederim. Həqiqətən o tarix oldu. Allah'ın oldu. Tam tarih oldu. Sağ ol, Allah razı olsun. İsmet bu güneymiş. Hə, şükür böyləyim. Şükür.